Salam dəyərli 5-cilər. Bugün sizlərlə dəyər yayınlarının təşkil etdiyi sınaq 5 riyaziyyat suallarına baxacağım. 26-cı sual, onda birlər mərtəbəsinə qədər yuvarıqlaşdırın deyir. Onda birlər mərtəbəsində 8 dayanır. 8-dən sonra 7 gəldiyi üçün 8 bir vahid artır. 0,9 olur B variantı. 27. Tənliyi həll edin. Yazıram. X çıx 12 böl 4 üstəgəl 3-ün kvadrat, yəni 9 bərabərdir 11. Hər tərəfdən 9 çıxıram. X çıx 12 bölünsün 4. 9'lar ixtisar edir. 11'dən də 9 çıxanda 2 eləyir. Hər tərəfi 4'ə vururam. X çıx 12 4'ə vurduqlarını bunlar ixtisar edir. 2 dəfə 4'ün 8. Burada mötərizəyə əslində ehtiyac yox idi. X-in hər tərəfinin üstü də 12 gələndə burada 12 gəlirəm, burada 12 gəlirəm. O da bərabərdir. Bunlar ixtisar edir. Qalır 20. Cavabımız A variantı. 28. Aşağıdakı qarışıq kəsrlərdən hansı ən böyükdür? Məxrəclərə baxırıq. Əvvəl tam hissə 2, 2, 2. Deməli, tam hissələr bərabərdir. Məxrəc 4, 8, 16, 32. Buranı 32-yə bərabərləşdirmək üçün vururam 8-ə. Yuxarıda vururam 8-ə. Burada vururam 4-ə, yuxarıda vururam 4-ə. C variantında vururam 2-yə, yuxarıda 2-yə vururam. A variantında edir 2 tam 32-də 24. B variantında edir 2 tam 24'də 20. C variantında 2 tam şarjlar üzülsün 32'də. C variantında 2 tam 32'də 14 ve D variantında 2 tam 32'də 9 edəcək. Ən böyüyünü soruşanda məxrəcləri bərabərdir. Sürətləri ən böyük olan 2 tam 32'də 24, yəni A variantına düşür o da. 2 tam 4'də 3. 29. sual. 2 ədədin əbubu 6'dır. Yazıram. Əbub A, B bərabərdir 6. Bu ədədlərdən biri 54 olarsa, əbub A, B, daha doğrusu A 54 biri deyirsə, B-yi əvəz elədim, bərabərdir 6. Digər aşağıdaşlardan hansı ola bilməz? Baxırıq A variantına. A-nın yerinə 12 qoysaq, həqiqətən də oradan 6 mötərizə xaricdən çıxaranda 2 ilə 9 qalır. Buradan da 2, 9 qarşılıqlı sayı ədədlər olduğundan əbub yəni 6 olur. B variantına baxanda 18 ilə 54. Baxın, buradan ortaq məxrəc 18-dir. 18 çıxır, 1 ilə qalır 3. Yəni cavabımız 18 ola bilməz. 18 həm cavabı 18 alınır. Deməli 18 ola bilməzdi. Digərləri yoxlayanda da cavab 6 çıxacaq. 29'dan sonra 30. sual. Hasilini tapın. Yazıram 0 tam %56 vurulsun 0 tam onda 4. 4 dəfə 6 24, 4 2 yadda, 4 dəfə 5 20, 2 yadda, 22 2 yadda, 4 dəfə 0 0 2 yadda 2. Baxın, burada vergüldən sonra 2 rəqəm gəlir. Burada vergüldən sonra 1 rəqəm gəlir. Ümumiyyətlə 3 rəqəm arx yatılmalıdır. 1 2 3 vergül 0. Cavabımız B variantı. 31. sual. Əvvəl mötərizənisini hesablayıram. 4'də 3 üstə gəlsin 5'də 2 bərabərdir. Məxrəc 20, 5 3 15 üstə gəlsin 4 2 8. 20'də 23. Sonra vurma əməlinə keçirəm. 20'də 23'ü vururam 6'da 5'ə. 5'dən 20 ixtisar edir 4 qalır 24'də 23. Qalır bu hissə. Burada 1 tam 12'də 1'i mən yazıram. 12'də 13. Düzgün olmayan kəsrə çevirəm və bunu da məxrəci 24'ə gətirəndə 24'də 26. İndi 24'də 26'dan çıxıram 24'də 23 bərabərdir 24'də 3. Hər tərəfdə 3'ə böləndə edir 8'də 1. C variantı. 32. Bağın 5'də 2 hissəsi alma, onda 1 hissəsi armud, qalan hissəsi isə nar ağacları var. Bağın hansı hissəsində nar ağacı var? 5'də 2 nə deməkdir? 5'də 2 hər tərəfini 2'yə vuranda edir 10'da 4. Deməli 10'da 4 almadır. 10'da 1 armuddur. Nə qədər qalır? 10'da 1, 10'da 4 hesablayanda edir 10'da 5. Bir hissədən də 10'da 5 çıxanda edir 10'da 5. O da 2'də 1 deməkdir. B variantı.
33. Müqayisəsində boş xanada aşağıdakı ədədlərdən hansı ola bilər? 8, 4. Deməli, kəsrin məxrəcini gətirirəm 24-də. Bura 24-də hər tərəfini 3-ə vururam. 24-də 15. Bura onsuz 24-də boş xanadır. Buranın da hər tərəfini 6-ya vuranda 18, burada 24. Hansı ədəd ola bilər? 15 ilə 18 arasında buradan 16 uyğun gəlir. B variantı. 34. Deməli, ifadəsinin qiymətini tapın. Deməli, 880 çıxılsın, 5-in kubu vurulsun, 29 öyrənsin, 25 bölünsün, 3-ün kvadratı. 5-in kubu, 5 dəfə 5-in 25, 25 də 5-ə vuranda edir 125. Əvvəl bu isə, yəni 29 da 25 gələndə edir 54. Deməli, 54-ü biz 5-in kubuna vururuq. 54. 4 dəfə 5-in 20, 0 2 yadda, 4 dəfə 2-in 8, 2 də yadda 10, 0 1 yadda, 4 dəfə 1-in 4, 1 də yadda 5. 5 dəfə 5-in 25, 5, 2 yadda, 5 dəfə 2-in 10, 2 də yadda 12, 2, 1 yadda, 5 dəfə 1-in 5. 5 dəfə 2-in, bura 6 eləyəcək, 1 7 yadda qalmışdı çünki. 0, 5, 5, 2, 7, 6, 6750. 6750-ni biz 3-ün kvadratına bölürük. Yəni 9-a bölürük. Böl 9. 67-də 9, 7 dəfə. Çıxıram 63. 45-də də 5 dəfə. Çıxıram 45. 0-da da 0. Etdi 750. Yəni buradan bura 750 elədi. 880-dən də çıxıram 750. 0, 3, 1. 130 elədi. A variantı. Boş xanaya uyğun ədədi tapın 35-də. Aha. Deməli, vuruq, daha doğrusu bölünən, bölən və qismət. Bölünən, bölən. Bölünəni, daha doğrusu böləni tapmaq üçün bölənə qisməti bölmək lazım. Yəni 1/3-də 2-ni bölmək lazımdır 6-da 1-ə. O da bərabərdir. Düzgün olmayan kəsrə çevirirəm. 3 dəfə 1-in 3, 3 də 2 gələndə 5. Vurulsun. 6-da 1-in də tərsi 6. Bərabərdir. 3 ilə 6 ixtisar edir 2. 2-ni də 5-ə vuranda edir 10. X-imiz də, yəni damamız edir 10. 36. Aşağıdakı bərabərsizliklərdən hansı doğrudur? İndi burada, baxın, bura 1-0 qoyanda 70 mi böyükdür 7 mi? Təbii ki 70. A variantı getdi. B-də 302-dir 5-dən sonra. Burada 299, 302 böyükdür. B variantı getdi. C-də bura 1-0 artırıram. Deməli, buradan 10, 9-dan böyük olur. Bəli, C variantı düzgündür. Bura 1-0 artanda 180, 81-də kiçik deyil. D variantı da getdi. 37, 0 tam %45 hissəsi 27 olan ədədi tapın. Onda biz nə edirik? 27-ni bölürük 0,45-ə. Mən bunu %45 yazıram. O da bərabərdir. 27 vurulsun. 45-də 100. O da bərabərdir. Hər tərəfi 9-a ixtisar aparanda burada qalır 3. Burada qalır 5. 5 ilə də 100 ixtisar edəndə burada qalır 20. 20-ni də 3-ə vuranda edir 60. C variantı. Növbəti sual 38. 98 ədədinin 7-də 3 hissəsini tapın. 98 vurulsun. 7-də 3 vururuq o zaman biz. 98 ilə 7 ixtisar edəndə burada qalır 14. 14 ilə də 3 ixtisar vururuq da, doğrusu ixtisar etmir. 14 3-ə vuranda da edir 42. B variantı. Şərhçilər, bura qədər izlədinizsə, abunə olmağı unutmayın, zəhmət olmasa. 39-cu sual. Boş xanaya uyğun ədədi tapın. Deməli, bura x-dir. X vurulsun, onun kvadratı 100 edir. Bərabərdir 32 tam onda 4. X də bərabərdir 32 tam onda 4 bölünsün 100.
O da 2 0 sola sürür. 0 tam mində 324. C variantı. 40 kəsri neçə faizdir? Onda biz nə edirdik? Bu kəsri vururduq 100-ə. 25 ilə 100 ixtisarcığında burada qalır 4. 4 ilə də 4, 16. B variantı. 41 hesablayın. Baxın, burada 0,9'u onda 9 kimi yazıram. Ya da şagirdlər rahat yolla necə eləmək olar? Bura vurmanın paylama qanununa əsasən 0,6'nı bir dəfə 0,9'a vururam. Üzərinə gəlirəm. 3'də 1 vurulsun. 0,6 çıx 0,2 bərabərdir. 0,9'u 0,6'ya vuranda 0,54 edir. Üstlə də 0,6 ixtisarcığında burada qalır 0,2. Üstə gəldi 0,2. Çıxılsın 0,2. Üstə gəldi 0,2 ilə çıx 0,2 də ixtisarcıdır. Qalır 0,54 A variantı. 43-cü sual. 0,84 ton alma daşımaq üçün hər birində eyni qədər olmaqla 7 hissəyə bölünür. Hər hissədə neçə ton alma var? Heç nə şarjlar 0,84'ü biz bölürük 7'yə. 0'da 7 0 dəfə. Vergül gəlir deyə vergül gəlir. 8'də 1 dəfə. Çıxıram 7. 1, 4'də də 2 dəfə. 0,12 B variantı. 43 hansı bərabərlik doğrudur? 0,2 bunu biz 100'ə vuranda 20% eləyir. 20%də, yəni 100'də 20 nə deməkdir? Hər tərəfini 20'yə böləndə 5'də 1'dir. A variantı getdi. 0,5 5% deyil. 5% olmaq üçün 0,5 göstərməliydi. B variantı getdi. C variantı 0,75. Burada 4'də 3. 4'də 3'ü yoxlamaq üçün 100'ə vuranda elə 0,75 alınacaq. C variantı. Burada 0,4 40%də 100'də 40 yazırsınız. Hər tərəfini 20'yə böləndə 20. Burada 2. Daha doğrusu burada 5. Burada 2. Amma 5'də 4 verilib. Cavab C variantı. 44 ifadəsinin qiymətini hesablayın. Əvvəl vurma əməli həyata keçirilməlidir. Bunları düzgün olmayan kəsrə çeviririk. Yəni 2'də 5 vurulsun. 4'də 7. Bərabərdir 8'də 2'ni 4'ə vururam. 5'də 7 35. Əla. Buranı da düzgün olmayan kəsrə çevirəndə edir 8'də 9. Yəni 8'də 35 çıxılsın 8'də 9 bərabərdir 8'də 26. Onu da düzgün olan kəsrə çevirəndə 3 tam 8'də 2. Onu da ixtisar aparanda 3 tam 4'də 1. A variantı. 45 120 manata olan məhsul 25% ucuza satılırsa neçə manat satılmış olar? 25% ucuzsa 100'dən çıxırıq 25 edir 75%. Sonra da 120'nin tapırıq 75%-ni. Bölünsün 100%. Bərabərdir. Bunlar 25 ixtisarcıdan da burada qalır 3. Burada qalır 4. 4'dən də 120 ixtisarcıdan da burada qalır deməli 30. 30'u da 3'ə vuranda edir 90. C variantı. 45-ci sual. 46-cı sual. Boş qaba əvvəl 4,2'də 1 litr, sonra isə ondan 2 dəfə çox su əlavə olundu. Qaba neçə litr su əlavə olundu? Birinci 4,2'də 1 litr əlavə olunub. Sonra isə bundan 2 dəfə çox. Əvvəla bunu da çevirək düzgün olmayan kəsrə 2'də 9 edir də. Yəni 2'də 9'dan 2 dəfə çox. İkilər ixtisarcıdır, qalır 9. 4,2'də 1'in üstədə 9 gələndə eləyir 13 tam 2'də 1. D variantı. 47 40 ədədinin 35%-ni tapın. Heç nə. 40 vurulsun 100'də 35 yazırıq. Bərabərdir. 20 ixtisarcığında burada qalır 5, burada qalır 2. 5 ilə də 35 ixtisarcığında burada qalır 7. 2 dəfə də 7 edir 14. A variantı. 48. Birinci gün kitabın 12'də 5 hissəsi, ikinci gün isə qalan hissənin
4-də 9 hissəsi oxundu. Kitabın hansı hissəsi oxunmamış qaldı? Bu kitab bir hissədir də. Bunun 12-də deməli 5 hissəsi oxundusa, nə qədər hissəsi qaldı? 12-də 7 hissəsi. Sonra qalan hissənin 14-də 9 hissəsi. Yəni 12-də 7-ni də vururuq 14-də 9-a. Bərabərdir. 7 ilə 14 ixtisar edir 2-yə. 12 ilə 9 ixtisar edəndə 3-ə. Burada qalır 3, burada qalır 4. O dedir 8-də 3. Deməli, birinci gün kitabın 12-də 5 hissəsi oxunub. İkinci gün isə deməli 8-də 3 hissəsi oxunub. Biz bunları toplayırıq. 12-də 5, üstə gəlsin 8-də 3. Ortaq məxrəc 24-dür. Buranı 2-yə vururam, bu tərəfi də 3-ə vururam. 2-də 5-in 10, 3-də 3-ün 9 bərabərdir. 24-də 19. Kitabın hansı hissəsi oxumamış qaldı? 24-də 19 hissəsi oxundu. Yəni 1-dən çıxıram. 24-də 19 qalır. 24-də 5 hissə. Bunlar oxumayıb. Yəni yenə deyirəm. Baxın, birinci gün kitabın 12-də 5 hissəsi oxundu. Qaldı 12-də 7 hissəsi. Qalan hissənin 14-də 9 hissəsi oxundusa, vururuq onu. Buradan da 7 ilə 14 ixtisar edib 2-yə. Bunlar 3-ə ixtisar edəndə burada 4 qalıb, burada 3 qalıb. O da edib 8-də 3. 12-də 5 və 8-də 3 oxunan hissədir də. Birinci gün bu qədər oxunub, ikinci gün bu qədər toplamışıq. Edib 24-də 19. Bu oxunanda, oxumayanda 1-dən 24-də 19 çıxanda 24-də 5 alınıb. 49. 120 ədədinin 35%, 140 ədədinin 16%-dən nə qədər çoxdur? Əvvəl 120-nin 35%-ni tapıram. 120 vurulsun 35 bölünsün 100. Sıfırlar ixtisar edir. 10 ilə 35 ixtisar edəndə 5-ə burada qalır 2. Burada qalır 7. 2 ilə də 12 ixtisar edəndə burada qalır 6. 6 və də 7 edir 42. İndi 140 ədədinin də 16%-ni tapaq. İxtisar edir sıfırlar. 10 ilə 16 2-yə ixtisar etsə burada qalır 5. Burada qalır 8. Deməli 8 dəfə 14-ü neçə edir? 112 böl 5. 112-ni mən 5-ə formada bölürəm. 2. Çıx 10, 12, yenə 2 dəfə çıxıram. 12, 20-də tamla 22 tam onda 4. Deməli 120 ədədinin 35%-i 42 etdi. 140 ədədinin isə 16%-i elədi 22 tam onda 4. Və bizdən nəyi soruşur? Bu birinci hissə ikincidən nə qədər böyükdür? Onda biz 42-dən çıxırıq 22 tam onda 4-ü. Bura bir 0 qoyuruq 6. 11-dən 2 çıxanda 9. 3-dən də 2 çıxanda 1. Yəni 19 tam onda 6 ədəd çoxdur. Cavabımız budur. 50-ci suala baxırıq. 1 tam 25-də 11 kəsin 24-də 5 hissəsini hansısa kəsrə vursaq 6-da 1 alınar. Aha. Əvvəla biz bunu düzgün olmayan kəsrə çeviririk. Edir 25-də 36. Bu kəsin 24-də 5 hissəsi deyirsə, bunu 24-də 5-ə vururuq. 5-lər ixtisar edir, burada qalır 5. Buradan 8-ə, daha doğrusu 4-ə ixtisar aparanda burada qalır 6, burada qalır 9. Əslində 12-yə də ixtisar apara bilərdim. Neysə, bunu 3-ə bölürəm. Burada qalır 2, burada qalır 3. Bu da edir 10-da 3. İndi cavabımız buradan 10-da 3 alınır. Yəni 10-da 3 ədədini deyir, 10-da 3 kəsrini hansı kəsrə vursaq x bilmirik, 6-da 1 alınır. Burada da x nəyə bərabərdir? 6-da 1 bölünsün 10-da 3, o da bərabərdir. 6-da 1 vurulsun. Deməli 6-da 1-i biz 10-da 3-ə bölürük. 6-da 1 vurulsun 3-də 10, o da bərabərdir. 18-də 10, ixtisar aparanda da 9-da 5.
Bura qədər izlədinizsə şagirdlər, kanalıma abunə olmağı unutmayın. Neçə səhv, neçə düz yazdığınızı da qeyd edə bilərsiniz. Uğurlar sizə, sağ olun, salamat qalın.